Salam. Bugün əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatından danışacağıq. Yəni 77-ci maddədən. Bildiyimiz kimi işçilərin sayı azaldıqda və yaxud ştatlar ixtisar olunduqda 77-ci maddənin B bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir və ləğv edilməzdən də öncə işçilərə hansı təminatlar verilir və hansı xəbərdarlıqlar var, onlardan bəhs eləyəcəyik. 77-ci maddənin birinci hissəsinə əsasən, əgər bir işçinin, yəni bu ümumi əlbəttə ki, stajdan gedir, bir müəssisədəki stajdan getmir. Bir işçinin bir ilədək əmək stajı varsa, əgər biz onu ixtisara salırıqsa, ən azı 2 həftə öncədən xəbərdar eləyirik. Məsələn, tutalım ki, biz Leylanın əmək müqaviləsinə xitam verməliyəm. Bir ilə qədər də stajı var. 8 aydır müəssisədə işləyir. Mən gəlirəm Leyləyə deyirəm ki, məsələn, noyabr ayının 15-i Leyla xanım sizlə bağlanmış əmək müqaviləmizə xitam veririk. Bugün də ayın 1-idir. Yəni 2 həftə sonra. Əgər Leyla xanım razıdırsa, 2 həftəni gəlir, sonra əmək müqaviləsinə xitam verilir. Yəni bu həmin 2 həftəndə də həftədə bir dəfə işçi şərait yaradılır ki, İşçi özünə iş axtarmaq üçün gedə bilər və əmək haqqısından da heç bir tutulma olmur. Əgər işçinin 1 ildən 5 ilə qədər stajı varsa, o zaman 4 həftə öncədən, 4 təqvim həftəsi, yəni təxmini 1 ay öncədən xəbərdarlıq eləyirəm ki, bax sən 1 aydan sonra ixtisara düşürsən. Əgər 5 ildən 10 ilə qədər stajı varsa, işçi o zaman 6 həftə, yəni ay yarımdan sonra xəbərdar edirəm ki, ay yarımdan sonra sən ixtisara düşürsən. 10 ildən çox stajı varsa, o zaman 9 həftə, təxmini 2 ay öncədən deyirəm ki, 2 aydan sonra artıq, məsələn, tutalım ki, mən işçi oktyabr ayıdır, mən deyirəm ki, bəs dekabr ayında artıq, dekabrın sonları siz ixtisara düşürsünüz. Və əgər xəbərdarlıq müddəti ərzində işçiyə dediyim kimi hər bir 4 həftədir, 9 həftədir, 6 həftədir, həftə bir dəfə şərait yaradırıq. İşçinin əmək haqqısından tutulmamaq şərti ilə işçi gedib özünə iş axtarsın. Və 77-ci maddənin 3-cü hissəsi deyir ki, əgər əmək müqaviləsinə bu məcəllənin 70-in A-sı müəssisənin ləğvi və B-si eyni zamanda ixtisarla ləğv edilərkən aşağıdakı təminatlar verilməlidir. Yəni işdən çıxarma müavinəti verilməlidir. Əgər bayaqki kimi bir ilədək stajı varsa, işçiyə orta aylıq əmək haqqı qədər müavinət verirəm. Yəni belə götürək. Leylanın əmək haqqısı 500 manatdır. 77-nin birinci bəndinə əsasən Leyləyə 2 həftə öncədən xəbərdarlıq verirəm. 2 həftə sonra ixtisara düşürsən. Leyla çıxarkən də əmək haqqısının 500 manatın bir misli qədərdir. Yəni 500 manat dəyərində də Leylaya əlavə pul verirəm. Əgər Leylanın stajı 1 ildən 5 ilə qədərdirsə, 4 həftə öncədən xəbərdarlıq və işdən çıxarkən əmək haqqısının 1,4 misli qədər, yəni 500-ü vururam 1,4-ə, məsələn, təxmini 750 manat Leyləyə müavinət ödəyirəm. Əgər Leylan 5 ildən 10 ilə qədərdirsə stajı, o zaman əmək haqqısının 1,7 misli, təxmini 900 manata qədər Leylaya pul verirəm. Əgər Leylanın stajı 10 ildən çoxdursa, əmək haqqısının 2 misli, 500 manat alırdısa, 2 misli 1000 manat Leyləyə müavinət verirəm. Buradan belə bir nəticə çıxır ki, deməli 77-nin az birinci hissəsi və ikinci hissəsi tam olaraq ixtisara, həm xəbərdarlıq müddəti ixtisara aiddir, həm müavinətin ödənilməsi ixtisara aiddir. Amma müəssisənin ləğvinə xəbərdarlıq yoxdur, amma müavinət aiddir. Yəni, əgər sizə belə bir sual olunarsa ki, müəssisə ləğv olunanda işçiyə neçə müddət öncədən xəbərdarlıq verilməlidir? O zaman deyirsiniz ki, müəssisənin ləğvi ilə bağlı, 70-in A-sından bağlı işçiyə heç bir xəbərdarlıq yoxdur. Amma əlbəttə ki, müavinət var. Aşağıdakı pullar, yəni işçinin müəssisəni də ləğv olunaraq çıxarsaz, ixtisarla da çıxarsaz, işçiyə bu iş il stajlarına görə həmin müavinətlər bərabər qaydada ödəniləcək. Yaxşı, buradan da bir belə sual ortaya çıxır. Mən deyirəm ki, mən xəbərdarlıq müddətimi gözləmirəm. Mənim tutalım ki, 1 ildən 5 ilə qədər stajım var və mənə 4 həftə xəbərdarlıq müddəti verilib. Mən də deyirəm ki, yox, elə mən əmək müqaviləmə sabahdan xitam verin, mən başqa işim var, çıxıram və yaxud heç işləmək istəmirəm. O zaman mənim bu yerdə qalan xəbərdarlıq müddətim necə olur? Bəs bu itir? Xeyr, bu itmir. Və 77-ci maddənin 4-cü hissəsi deyir ki, əgər işçi xəbərdarlıq müddətini gözləmirsə, o zaman işçinin xəbərdarlıq müddəti 2 həftədirsə, 2 həftəyə düşən əmək haqqısından, məsələn, bayaq dediyimiz kimi 500 manat alırsa, 2 həftəyə 250 manat təxmini düşürsə, bunun 0,5 misli, yəni belə deyim də yarısı 125 manat miqdarında işçiyə müavinət ödənilir. Yəni bu verilən xəbərdarlığın puludur. 4 həftədirsə 4 həftəyə düşən pulun, məsələn 500 manatdır, 4 həftəyə düşürsə,
Bunun 0,9 misli təxminən 400 manat ödənilir, 470 manat kimi təxmini. Yox, əgər İşçiyə 6 həftə xəbərdarlıq müddəti varsa, bunun 1,4 misli, yəni bayaq dediyimiz kimi 500 isə bunun 1,4 misli 750 manat təxmini. Hə, yox, bunun 9 həftə xəbərdarlıq müddəti varsa, istifadə eləmirsə, o zaman 2 misli ödənilir. Yəni bir dənə də misal çəkim, bu şəkildə deyin. Tutalım ki, Əlinin 10 ildən çox stajı var, 15 ildir. Əli müəssisənin ixtisarı ilə bağlı, müəssisədə ixtisarla bağlı əlini çıxardıq. Və Əliyə gəlib deyirəm ki, 2 ay sonra sən ixtisara düşdün. Stajına görə bu 77-ci maddənin tələbidir ki, mən onu 2 ay öncədən xəbərdarlıq eləyirəm. Və həftədə bir dəfə də gedib iş axtara bilərsən. Əli də gəlir bizə deyir ki, mən istəmirəm xəbərdarlıq müddətini gözləməyi. Mən indi çıxıram. O zaman biz Əliyə necə veririk pulu? Əlinin bu günə qədər işlədiyi, tutalım ki, ayın 5-i çıxır. 5-nə qədər olan əmək haqqısı ayrı, bunu verdik. İndi mən baxıram 77-ci maddənin 1-ci hissəsinə görə, daha doğrusu 3-cü hissəsinə görə Əliyə verirəm 9 həftə, 10 ildən çoxsa stajı, 9 həftə xəbərdarlıq müddəti var və 10 ildən çox staj olduğuna görə əmək haqqısı da olsun 1000 manatdır. 1000 manatın 2 misli 2000 manat verdim. Bu müavinətidir. İndi Əli də qayıdır deyir ki, mən 9 həftəmi də gözləmirəm. 9 həftəyədəki təxmini 2 aydır. Əlinin də 1 ay əmək haqqısı 1000 manatdırsa, 2 ayda 2000 manat alır. Və 77-ci maddənin 4-cü hissəsi deyir ki, 9 həftədirsə xəbərdarlıq bunun da 2 misli. Həmin o 2000 manatın da 2 misli 4000 manat. Müavinəti oldu 2000 manat, xəbərdarlıq müddətininki oldu 4000 manat. Əliyə mən kompensasiya şəklində 4-6000 manat pul verirəm. Və üstə gəldə işlədiyi müddətə qədər olan əmək haqqısı. Bunların hamısını götürüb gedə bilər. Yox, əgər Əli istəmirdisə xəbərdarlığı, işə gəlsə necə olacaq? İşə gəlsəydi aylıq əmək haqqısı nə qədərdirsə, o şəkildə də alacaq. Əgər bir işçi xəbərdarlıq müddətini gözləməyib çıxırsa, həmin xəbərdarlıq müddətinə düşən pulu da götürür çıxır. Yox, işə gəlirsə, onu da eyni qaydada maaş şəklində almış olur. Və 77-ci maddədə eyni zamanda 7-ci hissəsində deyir, digər kompensasiyalar işçilərə veriləcəyimiz digər müavinətlər, hansı ki biz əvvəl məcəllənin keçəndə 68, 74-cü maddəni mən bunları qeyd eləmişdim. Eyni zamanda təkrar qeyd edirəm. Əgər işçi 68-ci maddənin C, 74-cü maddənin A və C bəndləri ilə 64-cü isə əmək şəraitinin şərtinin dəyişdirilməsi, 74-ün A-sı hərbi xidmətə çağırılmaqla bağlı və 74-cü isə eyni zamanda əmək qabiliyyətini müvəqqəti olaraq 6 aydan daha çox uzun müddətə itirən işçilərlə bu maddələrlə işçiləri çıxarırıqsa, daha doğrusu bəndlərlə, o zaman işçilərə orta aylıq əmək haqqısının 2 misli qədər müavinət ödənilir. Yox, əgər işçini 68-in 2 çeyisi, yəni mülkiyyətçinin dəyişməyi ilə çıxarırıqsa və eyni zamanda biz işçini çıxarırıqsa 74-ün ya isə işçinin vəfatı ilə bağlı çıxarıqsa, o zaman isə işçilərə ən azı orta aylıq əmək haqqının 3 misli qədər müavinət ödənilir. Və 77-ci maddədə bir də qeyd olunur ki, biz demişdik 74-ün A-sı necə ki işçi hərbi xidmətə gedir, 74-ün A-sı da hərbi xidmətdən qayıdarsa, eyni vəzifəsi qalırsa, vəzifədən gedir ha söhbət. Həmin müəssisəyə yox, eyni vəzifəsi. Məsələn, bu kompüter operatoru idi, əski hərbi xidmətə yola saldıq, qayıdıb gəlirsə, eyni vəzifədə başqa biri də varsa, amma o vəzifə qalırsa, işçi hərbi xidmətdən qayıdandan sonra öz vəzifəsinə bərpa olunmaq istəyirsə, bərpa eləyə bilərik. Və 77-ci maddə deyir ki, işçi hərbi xidmətdən qayıtdı, 60 gün müddətində öz vəzifəsinə qayıtmaq istəyirsə, o zaman biz işçini həmin vəzifəyə bərpa eləməyə borcluyuq. Amma 60 gündən artıq olarsa, bərpa eləmirik. Və 78-ci maddə isə işçilərin ixtisarı zamanı kimlərə üstünlük veririk, işdə saxlayırıq. Ümumiyyətlə, işçilərin ixtisarı zamanı üstünlük veriləcək şəxslər hansı hallarda olur? Biz yəni ki, işçini ixtisar eləyərkən kim gəldi ixtisar eləyə bilmərik. Üstünlük verəcəyimiz şəxslər var. Məsələn, mən bir şöbədə 2 işçidən birini ixtisar eləmək istəyirəm. O zaman baxıram, işçinin peşəkarlığı eynidirsə, təhsili eynidirsə, gördüyü iş eynidirsə, yəni ixtisaslarını nəzərə alıram. Deyirəm ki, ədalətli olun. Hansına üstünlük verim görəsən? Təhsilləri eynidir, gördükləri iş eynidir, peşəkarlıqları eynidir. O zaman işçilərdən birini ixtisara salmalıyam və baxıram. Kim şəhid ailəsinin üzvüdürsə, ona üstünlük verirəm, işdə saxlayıram. Müharibə iştirakçısıdırsa üstünlük verirəm. Əskər və zabitin həyat yoldaşıdırsa, qadın və kişi fərqi yoxdur, üstünlük verirəm.
Öhdəsində 2 və daha çox 16 yaşına qədər uşağı varsa, üstünlük verirəm. Həmin müəssisədə, yəni işlədiyi yerdə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində əlilliyi varsa, ona üstünlük verirəm. Məcburi qaçqın köçkündürsə və yaxud onlara bərabər tutulan şəxslərdirsə, üstünlük verirəm və kollektiv müqavilə müəssisədə varsa və yaxud da ki, əmək müqaviləsində hər hansı bir digər hallar nəzərdə tutulubsa, o şəxslərə üstünlük verirəm. Yəni bunlar işdə saxlanılır.